Demək, bugünkü dərsimiz doymamış karbon turşulardır. Doymamış karbon turşuları CNH2-1, CH3, CH5 formuluna malikdir. Karboksil qrupu da yanında. Karbonil qrupu deyəndə həm aldehid qrupu, həm keton qrupu, həm turşu qrupu aid edilir. Amma ümumi karboksil qrupu turşularda olur. Doymamış karbon turşularında ən azından 2 dənə pi rabitəsi olur. Və ilk nümayəndəsində də 3 karbon olur. Yəni bu formula malik olanlarda 3 karbon olur. Və ilk nümayəndəsi bu olmasa akril turşusudur. Bu olanda metakril turşusudur. Olen, linol, linolen. Keçən dəfə keçmişdik. Bu formula malik olanlarda bundan 2 vahid çox. 3 dənə karbon atomu sp2-dir. Bu məsələn bunda 3 dənə hardan bilirəm? Bu biri sp2-dir, 2 qatın sağ və solda sp2-dir. Yerdə qalanlar sp3-dür. 18 karbonundan 3 dənəsi sp2-dir. Yerdə qalan sp3-dür. Bu formula malik olanda 5 karbon atomu sp2-dir. Yerdə qalan sp3-dür. Bu formula malik olanda 7 karbon sp2-dir. Bundan 7'si yox, cəmi burada seni unutmuşam. Cəmi 18 karbonundan 7'si sp2-dir. Yerdə qalanlar isə sp3-dür. Olein, linol, linolen formulu ilə gedir. Və bunlarda ən azından 2 pi rabitəsi olur. Karboksil qrupunda isə yalnız bir dənə pi rabitəsi olur. Sis transemerliyinə gələndə akril turşusunda sis transemeri olmur. Çünki 2 qat rabitə birincidən çıxıbsa alkenlərdə keçmişdik ki, bunlarda sis transemerliyi olmur. İndi alınmasına keçək. Alınma asandır. Alkanlarda olduğu kimi də doymamış karbohidrogeni necə alırdıq? Doymuş karbohidrogendən hidrogeni qoparmaqla. Bunda da doymuş karbon turşusu ama ən azından 3 karbon olsun. Doymuş karbon turşusundan hidrogeni qoparsaq nə alınır? Alkandan hidrogeni qoparanda bir dənə pi yaradırdıq. Əgər 1 mol hidrogen qoparmışıqsa, bir dənə, yəni aşağıda verirəm o deməkdir ki, yəni bunu qopardım və yaxud da burada yaz, fərqi yoxdur, sən burada yazma. Nə alınır? Pi rabitəsi yaranır. 3 karbonu var. Təbii ki, bura pi sala bilmərik karbonun valentliyinə görə. Burada yazacağıq. Sonra doymuş karbon turşularında keçmişdik. Məsələn, visinal dihalogen, alkanlarda keçmişdik. Visinal dihalogenin üstünə nə gəlsəm, ikisi birləşib birin yaradar. Siz deyin görə bunun üstünə mən nə gəlim ki, burada bir dənə pi yaransın, yəni doymamışa çevrilsin. Sink metalı düzdür. Sink gəlməklə, sinklə xlorlar birləşir, sink xlorid və bir dənə bura 2 qat yazırıq. Qalanı necə var? Köçür. CH3, CH, CH, COOH alınır. Sonra deyin görək. Məsələn, bu var idi. Burada monohalogenli törəmədir. Bunun üstünə biz nə gələk ki, doymamışa çevirək. Oradan görünür. Bunun üstünə nə gəlsək? Bunun üzərinə qələvinin, əgər qələvinin spirtdə məhlulu ilə gəlsəm, bu çıxar, hidrogeni az olan tərəfə meyllənər. Bu belə olar. Kaliumla xlor birləşər, kalium xlor üstə gəl. Buradan hidrogen qopacaq, OH-la su əmələ gətirər. Məqsədimiz odur ki, doymamış yaransın. CH3, CH, burada biri var, burada da biri. CH, COOH. Yəni sanki alkanlardan alken alırıq. Yəni nə bilim alken dərsi kimi də bu doymamış söhbətinə görə. Burada da doymamış karbon turşularını bu şəkildə almaq olar. İstəyir doymuş, istəyir doymamış. Fərqi yoxdur. Karbon turşuların xassələri eynidir. Onu demək istəyirəm ki, yəni karbon turşusu metalla girər. Təbii ki, pasiv metallarla demirəm. Hidrogendən solda gələn metallarla girər, duz əmələ gətirər. Əsaslarla reaksiya girib yenə duz əmələ gətirər. Məsələn, qoy deyim, CH2, CH, COOH. Natriumla girəndə nə alınır? Doymuşda necə idi? Hidrogen çıxır, qalanını köçürürəm də CH2, CHCOO natrium və hidrogen alınır. Natrium 2O əsasi oksidlə girsən, su alınır. Natrium OH-la girsən, yenə də su alınır. Yəni doymuş karbon turşularında necədirsə, həmin şey əmələ gəlir. İndi doymamış karbon turşuları, doymuş karbon turşularından fərqli bir dənə reaksiyası var. Nədir? Bax, məsələn, qoy doymuşu da yazım. CH2, deyək ki, elə çox uzaq yazaq. Bax, bu doymuş karbon turşudur. Turşu əlbəttə ki, turşu ilə reaksiya girmir. Bunu keçmişik. Amma doymamış karbon turşuları isə turşu ilə reaksiyaya girir. Niyə turşu ilə girir?
Burada turşu ilə girmir. Burada turşu ilə girməyinə səbəb turşu olduğuna görə yox. Pi rabitəsinə görədir. Alkenlər yazıcı heç burasına baxmadan alkenlər H-xlorla girəndə Markovnikov qaydası üzrə gedir də. Pi qırılırdı. Hidrogen çox olana, xlor az olana. Amma doymamış karbon turşuları xlorid turşuna reaksiya girəndə Markovnikovun qaydasının tam əksinə girir. Yəni bax burada pi qırılır. Sağ soluna bax. Hidrogen çoxa yox. Hidrogen az olana birləşir. Amma xlor isə buna birləşir. CH2 xlor, CH2, COOH. Doymuş karbon turşuları xlorid turşuna girmir. Necə ki alkanlar girmirdi. Belə düşünün. Doymamış karbon turşuları, necə ki alkenlər girirdi. H-xlorla reaksiyaya girir. Prosta alkenlərdə Markovnikov idi. Bu da Markovnikovun əksinə. Başqa fərq nədir? Doymuş karbon turşusudur. Məsələn, baxın. Keçmişdi ki, doymuş karbon turşusu xlorla əvəz etmə reaksiyasına girir. Alkanlarda doymuş idi, əvəz etməyə girirdi. Burada alfa karbondakı hidrogen çıxır. Yəni CH3, CH xlor. Qalanını köçürürəm. Əvəz olunmaya girir. Çıxan hidrogen də xlorla birləşir, H-xlor. Yəni buradakı hidrogen xlorla əvəzlənir. Amma doymamış karbon turşusu desək, doymamış karbon turşusu. Bu isə xlorla, elə bil alkində necə idi? Doymamışda pi qırılırdı, sağına soluna xlor birləşirdi. Həmin qaydanı deyirik. Sağ soluna xlor birləşir. CH2 xlor, CH xlor, bu da COOH. Yəni doymuş karbon turşusundan doymamış karbon turşunun fərqi budur ki, doymuşlar turşu ilə girmədi, doymamışlar girdi Markovnikovun əksinə. Doymuş karbon turşuları xlorla əvəz etməyə girir, doymamış karbon turşuları isə birləşmə reaksiyasına girir. Sonra nə var idi? Karbon turşuları fərqi yoxdur. Doydu, doymadı. Amoniakla reaksiyaya girir. Axı amoniak turşularla reaksiyaya girəndə amonium ulduz əmələ gətirirdi. Məsələn, içində onu yazmasaq da amillərdə yazsaq da deyəcəyik. Deyək ki, doymamış karbon turşusudur. Amoniakla reaksiyaya girirdi. Amoniakla reaksiyaya girəndə bu zaman NH4-ün birləşməsi alınır. Və bunları elə biz amilləri keçəndə amillərdə deyərik. Heç burada qarışdırmayaq. Burada deməyək. Yəni karbon turşuları amoniakla da reaksiyaya girər. NH4-ün üzvü duzları əmələ gələr. Başqa doymamış karbon turşuları haqqında nəyi demədi? Heç nə. Adlandırılmasından da gələndə, məsələn, deyək ki, keçən dəfə deyilmişdi bunlar haqqında. Deyək ki, belədir. C2H5, burada da CH3. Adi bildiyimiz qayda ilə adlandırırıq. Aldehid turşu qrupu olan yerdən 1, 2, 3, uzun zəncir 4, 5 elədi burada. Nə çıxıb? 3, 3 dimetil, penten, 2-dən çıxıb da 2 qat. Burada 2 qat var. Penten 2, 3, 3 dimetil, penten 2. Bu şəkildə adlandırılır. Başqa da doymamış karbon turşuları gümüş güzgü reaksiyasına girmir. Bunlar da digərlər kimi yanaraq karbon qazı və su əmələ gətirirlər. Doymamış karbon turşuları hidrogenlə reaksiyaya girir. Hidrogenlə girəndə pi qırılar, doymuşa çevirəndə sağına və soluna hidrogen birləşər. Amma H-xlorla reaksiyası Markovnikovun əksi üzrə gedir. Bildiniz necə uşaqlar? Sonra doymuş karbon turşularından fərqli olaraq doymamış karbon turşuları polimerləşmə reaksiyasına girirlər. Elə bir alkanlarda pi yox idi. Belə düşünün ki, doymuş idi də polimerləşməyə girmirdi. Amma doymamış karbon turşuları polimerləşmə reaksiyasına girir. Məsələn, bax, bu doymamış karbon turşusudur. Bu polimerləşmə reaksiyasına girəndə P'nin elə bir ki, bu n dəfə yazsaq, n dəfə bu polimerləşmə reaksiyasında içindəkilər qalmalıdır da bir sözlə. Bu qırılır, bu belə olacaq. CH2, içindəkilər qalmalıdır. CH, CH-ı nə birləşdirəcəyik? Deyin görək, bax buradan. Burada nə qalır? C, yuxarı O, elə deyil. Başqa nə qaldı? Başqa bura nə qaldı? Polimerləşməsi necə yazaq? CH2, CH. OH-ı yazmırıq. OH-ı da yazacağıq. Prosta biz bura yazsaq ki, CO. OH-la, məsələn, mən deyək ki, əslində bunu belə yazaq da. CO yaxşı, belə yazsaq. CO, OH yazsaq.
Onda gərək haşı belə yazaq. Bax bu şəkildə olsun. Ki tərkibindəkilər eyni qalsın da. Eyni oldu yoxsa yox. 2 dənə oksigen. Ha, bu pisi buradan qırılanda burada. Amma burada CH2 qaldı. Ha, biz onu neyniyək? Biz onu neyniyək? Akrildən alınır poliakril. Poliakrildə CH2, CH, bircə dəqiqə CH, C, O, elə deyil, OH. Bu şəkildə belə yazarıq ki, eyni dəfə tərkibindəkilər eyni qalsın da. CH, CH2, burada da COH eyni. Yəni bunun içində nə varsa onun içində də həmin şey əmələ gəlməlidir. Bu akril turşusudur, bu poliakrildir. Poliakril. İndi mürəkkəb efirlərdə də bunu bir də deyəcəyik ki, metil metakrilatdan üzvü şüşənin monomeri kimi istifadə edilir. O mürəkkəb efirlərə aiddir. Onu hələ burada keçməmişik. Nəhayət ki, digər turşular kimi yanaraq karbon qazı və sönmələ gətirirlər.